Son illərdə xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Statistik rəqəmlərə görə 2024-cü ildə 15.164 nəfərdə ilk xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7.113 nəfəri kişi, 8.051-i isə qadındır. Xərçəng şişlərindən ölənlərin sayı 9.681 nəfər olub. Bu isə 2022-ci ilin statistikası ilə müqayisədə 1.312 nəfər çoxdur. Ölkədə vətəndaşlar arasında süd vəzisi, mədə və ağciyər xərçəngi daha çox yayılıb. Statistik rəqəmlərə əsasən Azərbaycanda 2674 nəfər olmaqla süd vəzisi, 1525 şəxsdə isə traxeya, bronx, ağciyər xərçəngi aşkar edilib. Xərçəng xəstəliklərinin yaranmasında başlıca faktorlara hazır yeməkləri, hərəkətsiz həyat tərzini, çirkli havanı, tütün və spirtli içkilərdən istifadəni, müxtəlif toksinləri və genetik səbəbləri göstərmək olar. Süd vəzi xərçənginin artması müəyyən qədər genetik faktorlarla əlaqəli olsa da, ətraf mühit amillərindən daha çox asılıdır. Hər bir xərçəng xəstəliyinin özünə uyğun simptomları var. Prostat xərçəngində daha çox xəstənin sidiyə girərkən narahatçılıqların olması, qadınlarda süd vəzi xərçəngində süd vəzində hər hansı şişkinliklərin olmasını, özünü müayinə edərkən hər hansı şişkinlik hiss edə bilərlər. Mədə-bağırsaq xəstəliklərində isə yeni başlayan mədə rahatsızlıqları, udğunarkən ağrıların olması, çəki itkisi və yaxud bağırsaq xərçəngində qanlı nəticə getmək, yeni ortaya çıxan qəbizlik və yaxud yeni ortaya çıxan diareya, bunlar əlamətlər ola bilər. Ağciyər xərçəngində isə dediyimiz kimi təngi nəfəslik, qan hayxırma, daimi öksürək olması şikayətləri ola bilər. Bəzən vətəndaşlar xərçəngin simptomlarını başqa xəstəliklərlə qarışdırırlar. Lakin mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər. Məsələn, hemoqlobin düşüklüyü, trombosit düşüklüyü, beyaz kürənin VBC dediyimiz lenfositlərin yüksək olmasından xəstələr bəzən infeksion səbəbi ilə olduğunu bilib infeksion xəstəliklərinə yönəlirlər və yaxud da başqa bir ixtisaslara müraciət edirlər. Bir trombositlərin düşüklüyü, hemoqlobin düşüklüyü, anemiyalar özünü hemoqram analizindən də bəlli edir. Dünya Səhiyyəsi illərdir ki, sümük iliyi xərçəngi ilə mübarizə aparır. Bu xəstəliyin əlamətlərinə sümük ağrısı, yorğunluq, tez-tez infeksiyaların yaranması, susuzluq hissi, qusma, şüur dəyişikliyi, dəri göyərmələrini aid edə bilərik. Mütəxəssislər xəstəliyin aşkar edilməsi üsuluna diqqət çəkirlər. Morluklar oluyor ya da dirençli ateş oluyor. 3 gündür 39'un üzerinde ateş oluyor ve hiçbir antibiyotiğe yanıt vermiyor. Böyle bir hastadan hızla şüphelenmek lazım. Hemen bir periferik yayma yapma lazım. Aslında bu çok basic koşullarda her yerde yapılabilecek bir şey. Ve yaymada baktığımızda oradaki anormal hücreleri görür görmez de hemen aynı gün ya da ertesi gün kemik ile biyopsi yapmak lazım ki hızlıca tanıyı koyabilelim. Çünkü dediğim gibi akut lösemiler özellikle acil hastalıklardır. Çok acil müdahale etmeniz gerekir. Vətəndaşlar xərçəngin simptomlarını hiss etdikdə mütləq həkimə müraciət etməlidirlər. Qeyd edək ki, 2022-ci ildə dünyada xərçəngi 20 milyon yeni tutulma halı aşkar edilib.